yaza bilərik. X kvadratının kvadratı. Üstə gəlinsin 2y kvadratının kvadratı. Düzdür? X kvadratı üstə gəlinsin 2y kvadratının kvadratı. Şimdi bunun açılışında nə alınacaq? Bax, bu ifadənin açılışını deyirəm. Bundan nə alınacaq? X kvadratı y kvadratı. Düzdür. Bəs bunun kvadratı nə eləyir? Onda kvadrat 4y. Düzdür. Şimdi indi sən bunu ilə buna bax. Gör bunların arasında nə fərq var? Hansı ifadə artıqdır? 4x kvadratı y. Aysa o sən onda bax bundan, bu kvadratın açılışından çıxacaqsan 4x kvadratı y kvadratın ki, həqiqətən də bu iki ifadə bir-birinə bərabər olsun. Başa düşdün? Bax Sübhanə. İki kvadratın fərqində biz nə demişdik? Birincidən çıxırıq ikincini, birincinin üstə gəlir ikincini mötərizələrdə. Elə yazıq. Gəl yazaq. X kvadratı üstə gəlinsin 2y kvadratından çıxırıq. Bu nə gözəl? Bu ifadə. Bu ifadə özü də 2xy-in kvadratıdır. Düzdür? Aferin sənə. Gəl indi yazaq. Onda yazacağıq ki biz x kvadratı üstə gəlsin 2y kvadratı çıxılsın 2xy. Burada da yazacağıq x kvadratı üstə gəlsin 2y-in kvadratı üstə gəlsin 2xy. Bax gör bu hansı variantda var bu ifadə?